Salam əziz dostlar, xoş gördük hər birinizi. Bugün mövzumuz olacaq Osmanlı dövlətinin yaranması Osmanlı 14-16-cı əsrlərdə. İlk sualımız 14-cü əsrdə Gelibolu ələ keçirərək Balkanlara hücum üçün əhəmiyyətli mövqe qazandılar. 1354-cü ildə Orxan Qazinin dövründə Osmanlı türkləri 14-15-ci əsrdə Osmanlı dövlətində sultandan sonra dövlətdə ikinci vəzifəli şəxs baş vəzirdir. Asan sualdır. Sultan 1-ci İldırım Bəyazid Balqaristanı tabe etdi. Nə vaxt, hansı döyüşlər? Niqbol döyüşü 1396. Osmanlı dövlətinə aiddir. Terek döyüşü Qızıl Ordu Teymur arasında baş verib. Dəndənəçan Qəznəvi Səlcuq, Kosovo vuruşması Serblər Osmanlılar arasında. Osmanlılar Serblərə qalib gəlmişdi. Sərbədarlar üsyanı Monqollar əleyhinə, Malazgirt Bizans və Səlcuqlar arasında. 14-15-ci əsrlərdə Osmanlı dövlətində Timar adlanırdı. Əskərlərə və xırda dövlət məmurlarına paylanan torpaqlar. 14-15-ci əsrlərdə Osmanlı dövlətinə dəftərdar kimdir? Maliyyə işləri nəzarət edən şəxsə deyilir dəftərdar. Timar torpaq sahibliyinin mövcud olduğu dövlət Timar az öncə qeyd etdiyimiz kimi Osmanlıdır. 14-15-ci əsrlərdə Osmanlı imperiyasında əskərlərə və xırda dövlət məmurlarına verilən torpaqlar Timar torpaqlarıdır. Osmanlı dövlətində yaradılan yeni piyada qoşun Yeniçərilərdir piyada qoşun. A variantı. 14-cü əsrin əvvəlində yaranmış dövlət 14-cü əsrin əvvəli 1302-ci ildə Osmanlıdır. Göytürk 1-ci, Göytürk 552, 2-ci 682, Böyük Moğol 1526, Qəznəvi 962, Böyük Səlcuq 1038. Anadolu Səlcuq Sultanlığının zəifləməsi nəticəsində Kiçik Asiyada yaranmış qüdrətli müsəlman türk dövləti Osmanlıdır. 14-cü əsrin əvvəlində Kiçik Asiyada yaranmış müsəlman türk dövlətinin banisi Osman bəydir. Osmanlı dövlətinə aiddir. Soyurqal, Qaraqoyunlu, Ağqoyunlu, qismən Səfəvi və Moğola aiddir. Panipat döyüşü olub Dehli və Moğol arasında. Sərbədarlar Monqollar əleyhinə, Dəndənəçan Qəznəvi Səlcuq, Timardır. Uc Səlcuqların dövrü, Cagir Moğollarda, Timar Osmanlıda. Osmanlı dövlətində mövcud olan torpaq mülkiyyət forması Zəmindar Dehli, Tiyul Səfəvi, İncu Monqol, Cagir Moğol, Timardır. Timar Ziyamət torpaqlarıdır. Adı buraxılan hökmdarı istəyir. Osman bəy, Orxan Qazi, Murad, sonra Bəyazid. Osman bəy, Orxan Qazi, Murad Bəyazid. Osman bəy, Orxan Qazi, Murad Bəyazid. Çirmən, Kosovo, Otluqbel döyüşlərini verib Osmanlıların qalib gəldiyi döyüş istəyir. Malatyada məğlub olublar. Gümrüdə də həmçinin Ankarada, Dəndənəçanda ümumiyyətlə Osmanlı yoxdur. Çaldıranda səbəblərə qalib gəliblər. Kosovo, Ankara ümumiyyətlə iştirak etdiyi döyüşləri soruşur. Malazgirt, Bizans, Səlcuq, Muş, Qaraqoyunlu, Ağqoyunlu, Malatyadır. Dəndənəçan, Səlcuq, Qəznəli, Almabulağı, Səbəvi və Ağqoyunlu. 1453-cü ildə Osmanlı dövlətinin paytaxtı Bursaya köçür. Bu 1329-dur. Ədirnə Osmanlı qoşunları tərəfindən mühasirəyə alınır 1361. Konstantinopol Osmanlılar tərəfindən fəth olunur. Bəli, 1453-2-ci Mehmetin dövründə. Osmanlı Ağqoyunlu müharibəsi başlayır 1461-ci ildə. Osmanlılar Balqaristan fəthin başa çatdırırlar 1396-cı ildə Niqbol döyüşü ilə. Osmanlı imperiyasına aid olmayan sülh müqaviləsi San Stefana aiddir. Kiçik Qaynarca, Qəsri Şirin, Buxarest, amma Peterburq müqaviləsi 18-ci əsrdə, yəni 1723-cü ildə imzalanmışdı Səfəvilər və Ruslar arasında. Türk dövlətlərinin arasında olmamış döyüş Malatya, Bəli Türk dövlətləri arasındadır. Ankara, Çıldır, Otluqbeli, həmçinin Çirmən, amma Serblərlə Osmanlılar arasındadır. Osmanlı hökmdarı 1-ci Muradın hakimiyyəti dövrünə aiddir. 1-ci Murad olub hakimiyyətdə 1362-dən 1389-a qədər. Bizansı fəth edən 2-ci Mehmetdir. Misirin fəthini başa çatdıran Səlimdir. 1-ci Səlim. Dövlətin paytaxtını Ədirnəyə köçürür 1362-də bəli. Paytaxtı Bursaya köçürən Orxan Qazidir. Gelibolu qalasının tutulması, Gelibolu qalasını ələ keçirən, bu da elə 1354-cü ildə Orxan Qazidir. Uc torpaq mülkiyyət forması Səlcuqlarda varmı? Var. 6 doğrudur. Timar Səlcuqlarda deyil. Qəznələrdə deyil, Osmanlılardadır. Bəli. Bir dəqiqə. 5 və 6-dır cavabımız. Timar deməli Osmanlıda, Uc Səlcuqlarda, Tiyul Səlcuq deyil, Qəznəvi deyil. 5-6-dır cavab. A variantı. Osmanlı dövlətinin iştirak etmədiyi döyüş Niqbolda iştirak edir. Kosovo, Ankara, Çirmən, Panipat döyüşü Dehli və Moğol arasındadır. Osmanlıları Serblər arasında olmuş döyüş Çirmən 1371-ci ildə.
Çirmən və Kosovo döyüşlərdə Osmanlılar Serblər arasında olan. Osmanlıların qalib gəldikləri döyüşlərdən deyil, Çirməndə qalibdilər, Otluq Beldə də. Həmçinin Ankarada məğlub olublar Teymurilərə, Çaldıranda Səfəvlərə qalib gəlmişdi, Çıldırda da həmçinin. Osmanlı tarixi ilə bağlı olmayan döyüş Ankara aiddir, Kosovo, Çirmən, Sadova aid deyil, Maltepe döyüşü də Osmanlıya aiddir. 29D. 30. Kosovo və Çirmən döyüşlərinin oxşar nəticəsi. Serblər Osmanlı qoşunları məğlubiyyətə uğradır. Xeyr, Osmanlılar Serbləri məğlub edir. Balqarlar burada iştirak etmir. Osmanlılarla Teymurlar arasında olmayıb bu döyüş. Macar Çexi yoxdur. Serblər Osmanlı tərəfindən məğlub edildilər. Malatya-Ankara döyüşlərinin oxşar cəhəti. Qaraqoyunlular burada iştirak etmir. Malatya döyüşü baş verib Ağqoyunlu Osmanlı arasında, Ankara döyüşü baş verib Osmanlı Teymur arasında. Ağqoyunlular yoxdur burada. Üzr istəyirəm, Ankarada yoxdur. Yəni Teymurlərin qələbə çalması, Teymurlər Ankarada qələbə çalıb, Malatyada iştirak etmir. Osmanlıların qələbə çalması, Osmanlılar hər iki də döyüşdə məğlub olub, Osmanlılar məğlub olur. Bəli, Y variantı. Göstərilənlər aiddir. 14-cü əsrin əvvəllərində Kiçik Asiyada yaranmışdı. 14-cü əsrin sonunda Balqaristan tabe etmişdi Osmanlı. Osmanlı İmperiyası və İngiltərə 16-cı əsr ortaq cəhət. Şimali Afrikanı işğal edən Osmanlı da 16-cı əsrdə. Avstriyaya qarşı Fransa ilə müqavilə bağlayan yenə Osmanlıdır. İspaniya donanmasını məğlub edən, bəli, Osmanlıdan Süleymandır 16-cı əsrdə. İngiltərədən 1-ci Elizabeta. Yəni Osmanlı donanması məğlub edir hər ikisi. Avropanın şərq ölkələri əlaqələndirən ticarət yollarını, yəni Kiçik Asiyadan keçən ticarət yollarını Osmanlı ələ keçirir, lakin bu 16-cı əsrdir. Bütün ticarət yollarda deyil, yanlışdır, ortaq cəhət deyil ümumiyyətlə. Böyük coğrafi kəşflər nəticəsində yeni müstəmləkələr ələ keçirəndə 16-cı əsrdə İngiltərədə, Osmanlı deyil. 34. Osmanlı İmperiyası və Teymurlər dövlətinin 15-ci əsr tarixi üçün oxşar cəhət. Ağqoyunlular tərəfindən məğlub ediliblər, bəli. Hər ikisinin mübarizəsi var 15-də və məğlub olublar. A variantı düzdür, doğrudur. İzbat cəhətdən uluslara bölünən Teymurlərdir. Bizans İmperiyasının aslı vəziyyət salmır heç biri. Osmanlı 15-ci əsrdə Bizansın varlığına son qoyur. Monqol dövlətinin süqutu nəticəsində yaranmaz heç biri. Mərkəzi Asiyada yaranan Teymurlərdir. 16-cı əsr Osmanlı, 17 Səfəvi. Portuqaliya ilə mübarizə ilə, bəli, elə A variantı doğru cavabdır, ortaq cəhətdir. İngiltərə müharibə heç birinə aid deyil. Qaraqoyunlu bu dövrdə yoxdur. Hindistanla gömrüksüz ticarət hüququnun qazanmaları heç birinə aid deyil. Şimali Afrikaya sahib olmaq uğrunda mübarizə aparan da Osmanlıdır. Osmanlı hökmdarı 1-ci Muradın hakimiyyəti dövrü üçün SCV-din 1-ci Muradın hakimiyyət illərini yenə yazıram. 1362 və 1389. Niqbol döyüşü Bəyazid, Ədirnəni paytaxt edən bəli Muraddır. Bolqaristan fəthi Bəyazid, Teymurlər dövlətilə müharibə aparan Bəyazid, vəqf torpaq sahibliyi yaranıb ərəblərin dövründə. Yenə Murad, Misir və Suriyanın tabe edilməsi 1-ci Səlimdir, yadda saxlayın. Paytaxtı Bursaya köçürən Orxan Qazidir, bəli, Ədirnəyə köçürən Muraddır. Bolqaristan işğalını başa çatdıran Bəyaziddir. Sultan titulunu qəbul edir Murad. Vəqf torpaq sahibliyi yaranır ərəblərin dövründə. Osmanlı ordusunda yeniçərlər, yəni yeniçərlər kimlərdir? Xüsusi hərbi məktəblərə təlim keçənlər. Y variantı. 15-ci əsrin ikinci yarısında Osmanlı dövləti hansı ticarət yolları nəzarət altına aldı? Yəni Bizansın süqutundan sonra Alp aşırımları yanlışdır. Avropanı Asiya ilə birləşdirən, bəli, Kiçik Asiyadan keçən yolları. Doğrudur, B variantı doğrudur. Atlantik okean deyil, Xəzər sahilləri deyil, Qırmızı dəniz deyil. Kosovo vuruşmasının nəticəsi, Kosovo vuruşması 1389-da baş verib Osmanlılar və Serblər arasında. Burada məğlub olub Serblər. Çirmən döyüşünün nəticəsi, Balqaristan Osmanlılar tərəfindən fəthi başa çatdı, xeyr. Bizans burada deyil, Serblər Osmanlılar tərəfindən məğlubiyyətə uğradıldı. C variantı doğrudur. 41-də Osmanlı Ankara döyüşünü Teymurlərlə aparıbmı? Bəli. İspaniya Poitiers döyüşünü Fransa ilə aparmır. Fransa ilə İngiltərə arasında olub Poitiers döyüşü. Çirmən Serbiya ilə olub Osmanlı arasında, bəli. Kosovo Serbiya Osmanlı doğrudur. Muxaç İngiltərə Fransa deyil. Doğru cavab 1, 3, 4. 42 Y variantı. 43. Osmanlı çaldıran Teymurlərlə olmayıb. Səlcuq dövləti Malazgirdi Bizansla aparıbmı? Bəli. Fransa Poitiers'ini İngiltərə ilə aparır, İspaniya ilə deyil. Niyazabad Osmanlı səbəbi, bəli. Səlcuq dövlətdən Dənəçə Qəzənlərlə aparır, bəli. 2, 4, 5. Bu da 43-də oldu Y variantı. 44. Sultan 1. Süleyman Qanunun hakimiyyət dövrünə aiddir. Yəni 1520-dən
1566-cı ilə qədər. Bolqaristan fəthi 1-ci Bəyazit. Belqard 1521-də bəli, Süleyman dövründədir. Bizans imperiyasını söküb oradan 2-ci Mehmet, Misiri tutan 1-ci Səlim, Serbiyanın Osmanlılardan asılılığını qəbul etməsi, bu da 1-ci Murad. Yenə qanunun hakimiyyət illəri. Konstantinopol Osmanlılar tərəfindən fəth olundu 2-ci Mehmet, Trabzonun fəthi 2-ci Mehmet, Misir Osmanlılara tabi oldu 1-ci Səlim, Bolqaristan fəthi 1-ci Bəyazit, Fransa tacirlərinin imtiyazlı ticarət hüquqlarını verir, bəli 1535-ci ildə Y variantı. Osmanlı dövlətinin 16-cı əsr tarixi üçün səciyyəvi idi. Ankara döyüşü 15-dir, Konstantinopol 15-dir, səbəblərlə müharibə var 16-da, Kosovo döyüşü 14-dür, Bolqaristan fəthi 14-dür. 14-cü əsrin 1-ci yarısı, yəni 1350-yə qədər olan hadisə. Kipr adasının fəthi 16-cı əsr. Serblərin məlubiyyətə uğradılması 14-cü əsrin 1-ci yarısı deyil, 2-ci yarısıdır. Orxan Qazi tərəfindən amma idarə olunur. Çünki Orxan Qazi hakimiyyətdə olub 1326-dan 1362-yə qədər. Misir və Suriyanın fəth olunması Səlimdədir, 16-cı əsrdir. Gelibolu'nun fəth olunması 1354-dür, 2-ci yarısındadır. Osmanlı dövlətinə aiddir, Qaraqoyunlu dövləti ilə sülh müqaviləsi yoxdur. Kosovo döyüşünün məğlub deyil, qalibdir. Pirne yarımadasını tutmur, Əmir Teymurun qoşunlarını məğlub etmir. Məğlub olur. Bizans imperiyasının varlığına son qoyur amma 1453-cü ildə 2-ci Mehmet tərəfindən. Osmanlı imperiyasına aid olmayan sülh müqaviləsi Buxarest aiddir. Mərənd, Yassı, Ədirnə, Augsburg aid deyil amma. Şəhər torpaq sahibliğinin formalarının tətbiq olunduğu dövlətlər Cagir Moğoldadır. Xostak Sasanilərdə, Tiyol Səfəvilərdə, Timar Osmanlıda. Yenə eyni sualdır. Timar Osmanlı, İqta Ərəb, Soyurqal Haqqoyunlu, Cagir Moğol. Çaldıran çıldır döyüşlərinin oxşar nəticəsi hər iki Səfəvilər və Osmanlılar arasında olmuşdu. Osmanlılar hər iki döyüşdə qalib gəlib Səfəvilərə. 52-dir. Timar Soyurqal torpaq sahibliyinin ortaq cəhətini istəyir. Hər ikisi hərbi xidmət əvəzində verilən torpaq mülkiyyət formalarıdır. Xostak Səlcuqlarda deyil, Timar Səlcuqlarda deyil, Sasanilərdə deyil, Osmanlılardadır, İqta Səlcuqlarda 1 və 5. 54-Y. 55. Timar Qızılorda deyil, Teymuri deyil, Osmanlıdır. Yençəri Teymuri deyil, Qızılordu deyil, Baskaq Qızılordudur. 3 və 6 oldu bizim cavabımız. 55A. 1371 Çirmən döyüşünün nəticəsi, yəni Çirmən döyüşünü qeyd edirəm ki, Osmanlı və Serblər arasında olmuşdu. Serblər burada məğlub olur. 15-ci əsrə aiddir. Bolqaristanın Osmanlılar tərəfindən fəth olunması 14-dür. Konstantinopolun Səlcuklar tərəfindən ələ keçirilməsi bu 13-dür. Səlcuq dövlətinin parçalanması 12-dir. Bizansın süqutu 1453 bəli. 100 illik müharibəsinin başlaması, 100 illik müharibənin başlaması 1337-dir, 14-cü əsrdə, bitməsi bəli 15-ə aiddir, 1453-dür. Niqbolu Otluq bel döyüşlərinin oxşar nəticəsi, Bizans Serb qoşunlarının iştirakı burada yoxdur, yəni məğlubiyyət yoxdur. Balkanlarda Osmanlılar mövqeyinin möhkəmlənməsi yanlışdır, orta cəhət deyil. Ağqoyunların qalib gəlməsi, Ağqoyunlar Otluq beldə məğlub olurlar. Osmanlılar hər iki döyüşdə qalib gəlir. Serbiyanın Osmanlı dövlətinə qatılması heç birinə aid deyil. Doğru cavab 58-dir. 59. Osmanlı dövlətində bütün hakimiyyət sultanın əlində idi. Baş vəzir ondan sonra ikinci şəxs idi. O, siyasi işləri rəhbərlik edirdi. Dövlətin möhrünü baş vəzirdə idi. Vəzirlər, bəylər, sancaq bəylər ona tabi idi. Maliyyə işlərini rəhbərlik edən məmura dəftərdar deyilirdi. Ali məsləhət şurası rolunu oynayan divan mövcud idi. Verilənlərə əsasən Osmanlı dövlətinin idarəçilik sistemi üçün xarakterik ola bilməz. İnziva cəhətdən sancaqlara bölünür. Bəli. Mütləq monarxiya mövcuddur. Bəli, mütləq monarxiya odur ki, bütün ali hakimiyyət, qanunverici, icra edici, məhkəmə hakimiyyəti bir monarxın, yəni bir dövlət başçısının əlində cəmləşən hakimiyyət forması doğrudur. Baş vəzirin geniş səlahiyyətlərə malik olması, bəli, hakimiyyətin bölünməsi prinsipi bu dövrdə mövcud ola bilməz. Çünki qeyd edirik ki, bütün hakimiyyət sultanın əlindədir. Sultan tərəfindən idarə olunması, bəli, doğrudur. 59 oldu D variantı. Hakimiyyətin bölünməsi prinsipindən bu dövrdə söhbət gedə bilməz. 60. Osmanlı sultanı 1-ci Səlimin dövründə ələ keçirilmiş ərazi. Biz Misirin ərazisini burada görürük.
61. 7-ci əsr ərəblər, 16-cı əsrin birinci yarısı Osmanlıların ələ keçirdiyi ərazi, Rəşdi xəlifələrin dövründə ələ keçirilən ərazi, eləcə də Səlimin dövründə bu Misirdir. Daha əvvəl olmuşdur. Osmanlıların Avropanı Asiya ilə birləşdirən ticaret yollarının nəzarət altına alması 1453. Reformasiya hərəkatının başlanması 1517. Viyana şəhərinin mühasirəsi 1529. Ziktavr qalasının fəthi 1566. Katoliklər və protestanlar arasında Azburq sazişi 1555. Burada daha əvvəl olan hadisə A variantıdır. Bizansın süqutu 1453. Tidorlar İngiltərədə hakimiyyətə gəlir 1485. Teymurilərin süqutu 1507. Reformasiya başlayır 1517. Saziş 1555. Daha əvvəl olan yenə A variantıdır. Osmanlı dövləti 14-cü əsrin ikinci yarısı, yəni 1350-dən sonra, 15-ci əsrin birinci yarısı 1450-yə qədər. Çirmən döyüşündə Orxan Qazi deyil, Muraddır. Birinci Muradı Serbiyanın asılı salması bəli, ikinci yarısındadır. Bursa şəhərinin ikinci Bəyazıt tərəfindən fəth olunmur, yanlışdır. Qaraqoyunlu Qara Yusifin himayə olması Bəyazıt tərəfindən bəli. Birinci tərəf BD-dir. Teymurlərlə mübarizə aparır, 15-ci əsrin birinci yarısında mübarizə aparır. Birinci Bəyazın Balqaristanı birləşdirməsi 14-cü əsrdir. Uzun Həsənlə mübarizənin aparılması 14-cü əsrin birinci yarısı deyil, ikinci yarısıdır. Misirin tabi olması 16-cı əsrdir. Doğru cavab birinci tərəf BD, 2 isə A. 64 oldu A variantı. Osmanlı dövlətinin xarici siyasəti, diqqətli olun sualın başlığında. Xarici siyasət istəyir 14-cü əsr və 15-ci əsr. Paytaxtın Bursaya köçməsi xarici siyasət ola bilməz, daxili siyasətdir. Serbiyanın asılı salınması 14-də var. Bizans imperiyasının süquta uğradılması 15-ci əsrdir. Orxan Qazinin hərbi islahatları daxili siyasətdir. Birinci tərəfdə sadəcə B variantı, cavab bəllidir. 15-ci əsr Otluq bel döyüşündə qalib gəlməsi, bəli. Əmir Teymurla müharibə aparması doğrudur. Süleyman 16-cı əsrdir. İqtada yoxdur, Timardır burada. Doğru cavab 1B, 2AB. Timar olsaydı da bu daxili siyasət idi, xarici deyildi. 1B, 2AB. 65C variantı. 66. Hadisə nəticə əlaqəsinin doğru verildiyi cavab. Osmanlıların Kosovo döyüşündə qalib gəlməsi, 1-ci Muradın sultan elan olunması. Xeyr, Kosovo döyüşündən əvvəl onsuz da Murad sultan elan olunmuşdu. 1-ci Səlimin məmlüklər mübarizədə qalib gəlməsi, özünü xəlifə elan etməsi doğrudur. Çirmən döyüşündə Osmanlıların qalib gəlməsi, Viyananın mühasirəyə alınması yanlışdır. Osmanlılar tərəfindən Bursa şəhərinin tutulması, Ağqoyunların Qara dənizə çıxışını itirməsi, bu Trabzonda Bursa deyil. Ankara döyüşündə Əmir Teymurun qalib gəlməsi, Əlincə qalasının tutulması. Əlincə qalası Ankara döyüşündən əvvəl ələ keçirilmişdi. Uyğunluq. Osmanlı ordusu məğlub etmişdi. 1-ci Süleyman Qanunun dövründə Əlcəzairi yaxınlığı İspan donanmasını, Korsikanı işğal etmək istəyən Fransa ordusunu xeyir, Macar-Çex qoşunlarını, bəli. Birinci tərəfdə oldu A və C. 3 variantda A, C var. Baxırıq ikinci tərəfə. 2-ci Səlim yazıb bura. 2-ci Səlimin dövründə Misir məmlük 1-ci Səlimdir. İndoneziya müsəlmanlarına kömək üçün Portuqaliya donanması. Bu Bəyazitdir. Bir dəqiqə üzr istəyirəm. Bir dəqiqə. İndoneziya. Yox, İndoneziyaya aiddir. İndoneziya 2-ci Səlimdədir. Moxaç döyüşündə Avstriyanı, Moxaç döyüşü Səlimin dövrü deyil, Süleymanın dövrüdür. Səlimə aid olan sadəcə B variantıdır. Doğru cavab oldu. Birinci tərəfdə A, C, 2B. 67 C. 68. Uyğunluğu müəyyən edin. Osmanlı ordusu qalib gəlmiş 16-cı əsrin birinci yarısında, yəni 1550-yə qədər olan hadisə. 16-cı əsrin ikinci yarısı 1550-dən sonra. Misir məmlük, bu birinci yarısın, məmlük 1-dədir. Molla Həsən döyüşü, bu ikinci yarısıdır. Moxaç döyüşündə Macar-Çex qoşunları Moxaç da birinci yarısındadır. Birinci tərəf AC-dir.
Birinci tərəf AC-dir. İkinci yarısına baxırıq. Otlu-Bel döyüşü. Otlu-Bel döyüşü 15-ci əsrdir. Portuqaliya donanmasını bəli. B doğrudur. Ziktavr döyüşündə Avstriya qoşunları bu da bəli ikinci yarısındadır. Birinci tərəf AC-dir, ikinci tərəf BC-dir. 68 olacaq E variantı. 69 Türk xalqlarının tarixinə aiddir. Xalqların böyük köçünün başlanması, bəli. Karadov xilafətinin yaradılması yanlış tərəflərdədir bu. Bizansın süquta uğradılması, bəli. Qırmızı qaşlılar üsyanı Türk xalqlarına aid deyil. 1-3. 70-15-ci əsrə aid olanları müəyyən edək. Ağqoyunlu Osmanlı müharibəsi, bəli. Trabzon imperatorluğunun varlığına son qoyulması, bəli. Belqardın tutulması 16-cı əsrdir. Amasya 16-cı əsrdir. 14-cü əsrə aiddir. 14-cü əsrə aid olanlar Amasya 15-dir. Serblərin məğlub olması, bəli. Qəsr-i Şirin müqaviləsi 17-dir. Ədirnənin Osmanlı dövlətinin paytaxtına çevrilməsi 14-dür. 2 və 4 oldu 71-də. 72 klassik feodalizm dövründə yaranmış Türk dövlətləri 11-15-də. Osmanlı klassikdədir. Axun erkən ortadadır. Eldənizlər klassikdədir. Sacilər erkən orta, Qəznəvi erkən orta. 1 və 3 72-də. 73 Osmanlı Sultanı 2-ci Mehmedin hakimiyyəti üçün səciyyəvidir. 2-ci Mehmedin hakimiyyət illərinə aiddir. 2-ci Mehmedin hakimiyyət illərini mən qeyd etdim. 1451, 1481-də olub hakimiyyətdə 2-ci Mehmed. Ağqoyunlu dövlətlə mübarizəsi varmı? Mehmedin əlbəttə ki var. Bizansın varlığına son qoyub Mehmed, bəli. Misir ələ keçirən 1-ci Səlimdir. Qanunnaməsi var. Malatya döyüşündə qələbə qazanmır, məğlub olur Ağqoyunlulara. 1-2-4 73. 74 2-ci Mehmed yenə də Trabzonu fəth edir. Əmir Teymurla mübarizə aparan Bəyaziddir. Otlu-Beldə qalib gəlir. Ağqoyunlularla sülh müqaviləsi varmı? Var. Çirmən döyüşündə qələbə qazanması, Çirmən döyüşü baş verib Muradın dövründə. 74 1-3-4. 75 Sultan 1-ci Səlim və Süleyman qanun üçün ortaq cəhətlər istəyir. Səbəblərlə mübarizəsi var hər ikisinin. Bütün Azərbaycanlar keçirmirlər. Avropa dövlətlərlə müqavilələri var. Ortaq cəhətdə Viyananın tutulması da heç birinə aid deyil. 1 və 3. 76 hadisə nəticə əlaqəsinin doğruluğunu istəyir. Anadolu Səlcuq Sultanlığının zəifləməsi, Osmanlının yaranması, Kosovo döyüşü serblərin məğlub olması, 1-ci Muradın fətləri Konstantinopolun fəthinin başa çatması bu 2-ci Mehmeddir. Ankara döyüşü Əmir Teymurun məğlub olması deyil, Əmir Teymur qalib gəlir. 1-2-76-da. 77 yenə də doğruluğu istəyir. Elxani Qazanın yürüşü, Anadolu Səlcuq Sultanlığının zəifləməsi, bəli bu səbəbdir. Bir doğrudur. Niqbol döyüşü Serbiyanın müstəqilliğinə son qoyulmur. Ankara döyüşü Konstantinopol fəthinin bir müddət gecikməsi, bəli gecikdirir. 1-3 Kosovo döyüşü Bizansın məğlub edilməsi Serbiyanın. 1 və 3 77-də. Osmanlı dövlətinə aid hadisə nəticə əlaqəsini müəyyən edək yenə də. Niqbol döyüşü Səlbislərin birləşmiş qüvvələri məğlub edildi. Bəli, doğrudur. Ankara döyüşü Osmanlı dövlətinin məğlub olması, bəli Teymurlara məğlub olur Ankara döyüşündə. 1-2 2-ci Mehmedin qanunnaməsi, dini icmaların fəaliyyətinin qadağan olunması yanlışdır. Malatya döyüşü Uzun Həsənin məğlub edilməsi, Uzun Həsən qalib gəlir Malatyada. 1 və 2. 79 Osman Qazının hakimiyyətə gəlməsi, Osmanlı dövlətinin sultan tərəfindən idarə edilməyə başlaması, bu yanlışdır. İlk dəfə sultan elan olunan Muraddır çünki. 2-ci Mehmedin fəthləri Ağqoyunluların Qaradənizə çıxışını itirməsi, bəli, itirirlər Ağqoyunlular, 2 doğrudur. Beyşehir döyüşü 2-ci Mehmedin qələbə qazanması, Beyşehir döyüşünə 2-ci Mehmed qələbə qazanır 1472-də. Konstantinopolun fəthi, Balqaristan fəthinin başa çatdırılması, xeyr, Bizans. Bizans məğlub olur, Bizans ləğv olunur Osmanlılar tərəfindən. 2 və 3. 79 2 və 3.
80. Çaldıran döyüşü Məmlük dövlətinin son qoyulması. Xeyr, Çaldıran döyüşü baş verib. Səlcuqlar, daha doğrusu Səfəvilər və Osmanlılar arasında Səlcuq neymiş? Bir yanlışdır. Məmlüklərin məğlub olması Səlimin özünü İslam dünyasının xəlifəsi elan etməsi doğrudur. 1-ci Süleymanın Səfəvi dövlətinə 1534-cü il yürüşü Təbrizin tutulması. Bəli, ilk dəfə Təbriz 1534-də ələ keçirilir Osmanlılar tərəfindən. Yəni Süleymanın yürüşü dövründə. 2 və 3. Mohaç döyüşü Avstriya qoşunları qələbə qazanması yanlışdır. 2 və 3 80-də. 81. Maltepe döyüşü Bizans ordusunun məğlub olması. Bəli. 1-ci Süleyman Amasya müqaviləsi imzalaması, Şərq Gürcüstanın Osmanlı dövləti tərkibinə daxil olması, Şərq Gürcüstan səbəbləri qalır. Yanlışdır. Yanlışdır. Viyananın ilk mühazirəsi Səlimin uğursuzluğa düçar olması. Bəli. Səlim bir dəqiqə. Viyananın ilk mühasirəsi 1-ci Səlim deyil, üzr istəyirəm, bu Süleymandır. Ona görə 3 yanlışdır. Süleymanın Avropada fətlərə başlaması Belqradın fəthi 1521-də, bəli. 1 və 4, 81 sadəcə 1 və 4-dür. 82. Xristiyan Avropası 1-ci Süleymanı möhtəşəm adlandırırdı. Müsəlman şərqində isə o qanun adlandırılırdı. Çünki o yeni qanunlar toplusu yaratmışdı və təbəələri üçün ədalətli bir hakim kimi çıxış edirdi. Məsələn, xristiyan kəndlilər haqqında qanun onların vəziyyətini xristiyan ölkələrindəki təhkimli kəndlilərin vəziyyəti ilə müqayisədə o qədər yüngülləşdirilmişdi ki, qonşu ölkələrin kəndləri öz ölkələrindən Osmanlı imperiyasına köçməyi üstün tuturdular. Verilənlərə əsasən Süleymanın xarakteri xüsusiyyətlərini müəyyən edək. Qanun və qanunçuluğun alliyinə hörmət etməsi. Bəli, əlbəttə ki. Xristiyan kəndlər bütün vergilərdən azad olunması, xeyr, bütün vergilərdən azad olunması yanlışdır. Təbəələrinin qayğısına qalaraq onlara güzəştlərə gedir. Bəli, yəni mətnindən bu aydın görünür. 1-3. Avropa kəndlər təhkimçinin azad olunması yanlışdır 1-ci Süleyman dövründə. 1 və 3 82-də. Yəni mətninə əsasən 1 və 3 buradan cavab olaraq çıxır. 83. 1526-cı ildə Moxaç şəhəri yaxınlığında əsas döyüş baş verdi. Burada Osmanlılara qarşı Macar-Çex qoşunları vuruşurdu. 1-ci Süleyman Macar süvarilərinə öz qoşununun ön sırasına yarmağa qəsdən imkan verdi. Lakin ön sıranın arxasında düşmən qoşununu atəşə tutan artilleriya yerləşdirilmişdi. Döyüş Osmanlıların qələbəsi ilə yekunlaşdı. Verilənlərə əsasən Osmanlılar Moxaç döyüşündən burada söhbət gedir. Hərbi hilə hesabına qələbə qazandılar. Bir dəqiq var. Bir var. 1-ci Süleyman dövründə ərazi genişləndirdilər. Bəli, əlbəttə ki. 1-2. İlk dəfə olaraq xarici hərbi yürüşlər iştirak edirdilər. Yanlışdır, tamamilə yanlışdır hətta. Avropanın içərilərini doğru irəlilədilər. Bəli. Hərb tarixində ilk dəfə odlu silahdan istifadə etdilər. Yanlışdır. Doğru cavab mətninə əsasən 1, 2 və 4. 84. 2-ci Mehmed Niqbol döyüşündə, daha doğrusu 2-ci Mehmed buradan gəlir aşağı. Otluq bel döyüşü, bəli, 2-ci Mehmed Otluq bel döyüşündə iştirak edib. Murad Niqbolda da deyil, Ankarada da deyil. Orxan Qazi Niqbolda deyil, Ankarada da deyil, yəni iştirak etmir. Doğru cavab burada sadəcə 5-dir. 85. Osmanlı Sultanı 2-ci Bəyazid. 2-ci Bəyazidin hakimiyyət illərini yazaq. 1481-də olub hakimiyyətdə 2-ci Bəyazid. 1512-yə qədər 1-ci Səlimin gəlişinə qədər. 81-1512. Baxırıq. İspaniyadan qovulan Yahudilərə sığınacaq vermişdimi? Vermişdi. Bir doğrudur. Məmlük dövlətinin varlığına son qoyan Səlimdir. Səbəblər dövlətli dostluq münasibəti varmı? Var. Diplomatik münasibəti var. 1-3. Ankara döyüşündə iştirak edən 1-ci Bəyaziddir. Bayandurlu Sultan Yaqublu dostluq münasibətləri var. 1-3-5. 85, 1-3-5. 86. Böyük Səlcuq və Osmanlı dövlətinin ümumi cəhətləri. Bizansla müharibə hər ikisində. Konstantinopol ələ keçirən Osmanlıdır. Teymurilərlə müharibədə məğlub olan Osmanlıdır. Xorasanı işğal edib. Xorasanı işğal etməsi Səlcuqdadır. Cənubi Qafqaza yürüşü hər ikisində var. 86 olacaq, sadəcə 1 və 5. 87. Osmanlı imperiyasını Böyük Səlcuqdan fərqli olaraq Teymurla mübarizə aparıb. Bizansla mübarizə ikisində də var. Konstantinopol ələ keçirən Osmanlıdır. Xorasanı işğal edən Səlcuqlardır. 87, 1 və 3. 88. Osmanlı hökmdarı Orxan Qazi və Sultan 1-ci Muradın fəaliyyətinin ümumi cəhəti.
Paytaxtı dəyişiblər hər ikisi. Orxan Qazi Bursaya. 1-ci Murad isə Ədirnəyə. Dövlətin sərhədlərinin genişlənməsi elə ikisində də var. Teymurilərlə müharibə Bəyazitdədir. Hərbiçilərə tüyül torpaqları bu səbəblərdədir. Səbəblərlə müharibə aparması Murada da Orxan Qaziyə də aid deyil, çünki onların dövründə Səbəb dövləti yaranmamışdı. 88, 1 və 2. 89. Osmanlı dövləti 16-cı əsr tarixinə aid olan xüsusiyyətlər 16-cı əsrdə Osmanlı dövlətində Muxaç döyüşü, Bizans qüvvələri məğlub olan Macar qüvvələri də Muxaç döyüşündə, Portuqaliya ilə mübarizə varmı? 16-da var. Bəli. Kipr adasının fəthi 16-dadır. Həmədan yaxınlığında döyüş səbəblərinin toqquşması, bəli, 1535-ci ildə. Bu da var. 2, 3, 4. Çirmən döyüşü 14-dür. 2-ci Mehmet tərəfində olması 15-dir. 2, 3, 4. 90. Osmanlı dövlətinin 14-cü əsr tarixinə aid olan xüsusiyyətlər, indi 14-cü əsr istəyir. Ağqoyun dövləti ilə mübarizə 15-dir. Trabzonun Osmanlıların tərkibinə qatılması 15-dir. Ədirnə şəhərinin paytaxt olması, bəli. 1-ci Bəyazid Bolqaristan tabe etməsi, bəli, 14-cü əsrdir. 3 və 4. 3, 4. Konstantinopolun fəthi 15-dir. Gelibolu'nun ələ keçirilməsi 14-dür Orxanın dövründə. 3, 4, 6. 3, 4, 6 cavab burada. 90-da. 91. Osmanlı dövləti 15-ci əsr tarixinə aid olan xüsusiyyətlər 15. Malatya döyüşündə Ağqoyunlar tərəfindən məğlub edilməsi, bəli. Misirin tutulması 16-dır. Bursa şəhərinin ələ keçirilməsi 14-dür. Konstantinopol İstanbul adlandırılaraq dövlətin paytaxtına çevrilməsi 15-dir. Sultan 1-ci Səlim Səbəvi dövlətinə qarşı müharibəyə başlaması 16-dır. Trabzonun fəthi 15-dir. 1, 4, 6, 91-də olacaq cavab. 92. Osmanlı dövlətinin 14-cü əsr tarixinə aid olmayan hadisələr. Səlimin Misrə ələ keçirilməsi 16-dır. 1. Ədirnə aid 14-də, Maltepe döyüşü 16-dır. 3. Bir də üzr istəyirəm, Maltepe 14-dür. Muxaç 16, Muxaçla qarışdırdım. Osmanlı Səbəvi müharibəsi bu 16-dır. İlk donanmanın yaranması 14-ə aiddir, elə bu Orxanın dövrüdür. Süleymanın Belqarı tutması bu 16-dır. 1521-dir. 1, 4, 1, 4 və 6. 92-də. 93. Osmanlı dövlətinin 15-ci əsr tarixinə aid olmayan hadisələr Belqardın Bolqaristan tabi olması. Bolqaristan tabi olması 16 deyil, 14-dür. 1. Osmanlı Sultanının Səməvi dövlətinin tanınması, bu da 16-dır. 2, 15 deyil. Sarı Xatunun 2-ci Mehmedli diplomatik danışıqları aiddir 15-ə. Konstantinopol İstanbul adlandırılaraq dövlətin paytaxtı olması da 15-ə aiddir. Trabzon fəthi də 15-ə aiddir. 1461. Səbəbi hökmdarı Məhəmməd Xudabəndə ilə müharibənin aparılması bu 16-cı əsrdir. 1, 2, 6. 93-də. Orxan Qazinin hakimiyyət dövrü üçün səciyyəvidir. Orxan Qazi hakimiyyətdə olub 1326-dan 1362-yə qədər. Dövlətin paytaxtını Bursaya götürür, bəli. Ədirnənin fəth olunması Orxanda deyil. Osmanlı İmperatorluğunun qüdrətinin zirvəsinə çatması Süleymanın dövrüdür. Osmanlı dövlətinin tarixində ilk dəfə sultan titulunu qəbul edən Muraddır. Dövlətin ərazisini inzibati cəhətdən paşalıqlara və sancaqlıqlara bölür. Bəli, 1 və 5. 94, 1 və 5. 95. Osmanlı hökmdarı Orxan Qazi yenə də Qaraqoyunlularla müharibəsi yoxdur. Bursa şəhərinin dövlətin paytaxtı edir. Çirmən döyüşünə iştirak edən Muraddır. Niqbol döyüşü Bəyazid. Gelibolu qalasını ələ keçirir 1354-də. 2 və 5. 95, 2 və 5. 96. 1-ci Muradın hakimiyyəti dövrü. 1-ci Murad hakimiyyətdə olmuşdu. Deməli 1362-dən 1389-a qədər. Serbiya asılı hal salır, bəli. Avropanı Asiya ilə birləşdirən ticarət yollarını ələ keçirir, nəzarət altına alır. Bu 2-ci Mehmetdir. Amasya sülh müqaviləsi Süleymandadır. Serblər üzərində qələbəsi var. Ədirnənin paytaxtıdır, bəli. 1, 4, 5, 96-da. 97. 1-ci Murad Ədirnəni Osmanlının paytaxtı edir. Trabzon imperiyasının varlığına son qoyan 2-ci Mehmetdir. Çirmən döyüşündə serblərin məğlub olması, bəli. Ağqoyunlarla müharibəsi yoxdur Muradın. Bolqaristan asılı hal salır. 1, 3, 5.
97-də 135, 98 1-ci İldırım Bəyazıdın hakimiyyət illərini bizdən istəyir. Baxırıq 1-ci İldırım Bəyazıdın hakimiyyət illərinə. 1389-da gəlir hakimiyyətə, 1402-yə qədər. 1389-dan 1402-yə Teymurilərlə müharibəsi var. Trabzonun fəthi 2-ci Mehmetdir. Niqbol döyüşü 1-ci Bəyaziddir. Bir dəqiqə. Niqbol döyüşündə qələbənin əldə olunması. Bəli, elə bu da Bəyaziddədir. Bolqarıstan fəthinin başa çatdırılması Niqbol döyüşü ilədir. Bu da Konstantinopolun fəth olunması 2-ci Mehmetdədir. Doğru cavab Teymurilərlə müharibənin aparılmasıdır. 1. Trabzon fəthi 2-ci Mehmetdir. Niqbol döyüşünə qələbə 1396. Bəli, Bolqarıstan fəthi də elə Niqbol döyüşünün nəticəsi. 1, 3, 4. 98-də. 99. Osmanlı İmperiyasından fərqli olaraq Teymurilər dövləti. Səfəvi dövləti ilə müharibə aparmayıb Teymurilər dövləti yanlışdır. Bu Osmanlıya aiddir, fərq deyil. Böyük Səlcuq İmperiyasının parçalanması nəticəsində yaranmayıb. Mərkəzi Asiyada yaranıb, bəli. Çin torpaqlarını ələ keçirmir Teymurilər. Qızıl Ordu dövlətinə qarşı mübarizədə Şirvanşahlarla müttəfiq olub, bəli. Şirvanşahlardan Dərbəndilər sülaləsinin nümayəndəsi İbrahim Dərbəndi ilə Teymur müttəfiq olmuşdu. 3-5. 100-cü suala baxırıq. Osmanlı dövlətinin 14-cü əsr tarixinə aid xüsusiyyətlər. Avropanı Asiya ilə birləşdirən ticarət yollarının nəzarətin ələ keçirilməsi. Bu, Bizansın varlığına son qoyulmasının nəticəsidir. 1-ci Muradın ilk dəfə sultan titulunu qəbul etməsi, bəli 14-cü əsr. Bursanın paytaxtına çevrilməsi 14-dür. Serbilərin məğlubiyyəti 14-dür. Ərəb İraqının işğalı, Süleymanın dövrü 16-cı əsr. 2-3-4. 101. Osmanlı dövləti 15-ci əsr tarixi. Trabzon Osmanlıların dövründə bəli 15-də ələ keçirilir. Teymurilərlə mübarizə 14-də var. Misir Məmlük Sultanlığının varlığına son qoyulması 1517-dir. Səlimin dövrüdür 16-cı əsrdə. Habsburqlara qarşı Fransa ilə ittifaqda 1535-dir. Bu 16-cı əsrdə. İstanbulun dövlətin paytaxt şəhərinə çevrilməsi bəli 1453-dür. Maltepe döyüşü 14-cü əsrdə. 1-2-5 101-də. 102. Hansı hadisələrin yerini dəyişdi? Xronoloji ardıcıl doğru alınar. Məmlüklərin məğlub olması 1516. Mercidabuk döyüşüdür. Səlimin dövrü. İlk dəfə Viyanaya yürüş 1529. Səfəvi-Osmanlı müharibəsinin ilk mərhələsini başa çatdıran müqavilə 1555-də Amasyadır. Həmədan döyüşünün Səfəvilərin Osmanlı ordusunu məğlub etməsi 1535. Sultan 1. Süleyman tərəfindən Təbrizin ilk dəfə tutulması 1534. 102-də 3 və 5-in yerini dəyişsə, xronoloji ardıcılı doğru alınır. 3-5. 103. Yenə eyni sualdır. Çaldıran döyüşünün Səfəvilərin məğlub olması 1514. Məmlük dövlətinin süquta uğratması 1517. Moxaç döyüşünə qələbə qazanılması 1526. Moxaç. Sultan Süleyman Qanuni tərəfindən dövlətin idarə olunmağa başlaması. Süleyman Qanuni tərəfindən dövlətin idarə olunmağa başlaması olacaq 1520-dən. Kipr adasının fəthi 1571. Burada hansı hadisələrin yerini dəyişsək, 3 və 4-ün yerini dəyişsək, xronoloji ardıcıllıq doğru alınar. Döyüşlərin baş verməsinin xronoloji ardıcıllığı Kosova 1389, Malatya 1473, Çirmən 1371, Almabulağı 1503. Doğru cavabımız olacaq 3, 2, 3, 1, 2, 4. 3, 1, 2 və 4. Böyük Səlcuq dövləti yaranır 1038-də. Müqəddəs Roma İmperiyası yaranır 962-də. Osmanlı yaranır 1302-də. Sacilər dövləti süqut edir 940. Bir də 105-də olacaq 4, 2, 4, 2, 1, 3. 4, 2, 1, 3. Şərqi Roma İmperiyasının süqutu Şərqi Roma Bizansdır. 1453. Abbasilərin süqutu 1258. Qəznəlilərin yaranması 962. Osmanlı 1302.
106-da xronoloji ardıcıllıq 3, 2, 4, 1. Çirmən 1371, 1453, Nikbolu 1396, Misirin Fəthi 1517. 107-də bizim cavabı olacaq 1, 3, 2, 4. 1, 3, 2, 4. Bursanın Osmanlı dövlətinin paytaxtına çevrilməsi 1329. Bizansın varlığına son qoyulur 1453. Ankara döyüşü 1402. Süleyman Təbrizi tutması 1534 yazaq. 1534. 108-də olacaq cavab 1, 3, 2 və 4. 1, 3, 2, 4. Osmanlı dövlətinin Süleyman tərəfindən idarə olunmaya başlaması 1520. Muxaç döyüşü 1526. Çirmən döyüşü 1371. Konstantinopolun paytaxta çevrilməsi 1453. 109-da cavab olacaq 3, 4, 1, 3, 4, 1 və 2. 109-da. 110-cu sual Osmanlı dövlətinə aid xronoloji ardıcıllıq. Konstantinopolun fəthi 1453. Süleymanın Avstriya ilə müqaviləsi 1533. Səlimin Misri tutması 1517. Kipr adasının fəthi 1571. 110-da bizim cavabımız olacaq 1, 3, 2 və 4. Və nəhayət sonuncu sualımız 2-ci Mehmet Murad. Trabzonu fəth edən 2-ci Mehmetdir. Çaldıran döyüşü baş verib Səlimin dövründə. Teymurlərlə müharibə aparıb Bəyazitdir bu. Nikbol döyüşünü Birləşmiş Səlbçi qüvvələrini məğlub edən Bəyazitdir. Ədirnə Osmanlı dövlətinin paytaxtına çevirən isə Muraddır. 1A, 2Y. Bu qədər əziz dostlar, növbəti test silahlarında görüşərik.